Evli qardaşlar yazırlar ki, bəs Litvada ev almaq məsələsi necədir? Gəlin onu izah edeyim. Çünki ailəli gələn insanlara ev almaq sərf eləyir. Hətta Litvaya gələndən 6 ay sonra ev ala bilirsən. Əgər 6 ay rəsmi işin varsa, ev kreditinə müraciət edə bilirsən. Swedbankdır, Luminor bankdır. Sənə hətta 70 min, 80 minə qədər minimum əmək haqqı ilə kredit verirlər. Əgər yox, sənin 2 nəfər ailədə işləyirsən, normal maaşın varsa, yəni 1400-dən yuxarı 150 min evroya qədər kredit verirlər. Şərtləri nədir? Almaq istədiyin evi görürsən, bankın ekspertinə göstərirsən və bankın eksperti o evə qiymət qoyur, baxır və o evi sənin adına alırlar, amma orada qeyd olunur ki, bank, ev banka aiddir və 6 aydan sonra, əgər 6 aydan sonra hər şəxs, Litvada 6 ay rəsmi iş olan şəxs Litvada ev krediti götürə bilir və belə deyim də, normalda burada 400-450 evro minimum belə evə verirsən, bir otaqlı, 2 otaqlı evə. İndi hər şəhərə görə dəyişir, Xırdağına getmək istəmirəm, 1000-ə də var, 200-ə də evlər var, yəni ortalama 450-dən başlayır. Bir var, pul yığa-yığa evin kredi şeyini verəsən, arenda verəsən, yəni kiraya pul verəsən. Bir yandan da ayda 400-500 evro atasan, 5 yıl sonra ev alasan. Bir də var ki, kredit götürürsən, yəni evi kreditini alırsan, evə kiraya verəcəyin pulu elə eynisin 500-600 evro maksimum kreditə versən, həmin ev 5-6 ildən sonra sənin olur və Kaunas şəhərdə elə ki, Litvanın Gəncəsi belə deyəndə, Azərbaycan Gəncəsi kimi Kaunas şəhərdə bir otaqlı studiya evlər 40 min, 45 min daha ucuza tapmaq olar. Amma yəni evin keyfiyyəti, renovasiyası yaxşı olmayacaq. Əgər ailəvi gəlmək istəyən adamlar ev krediti ala bilərlər. Normalda kreditə qarşıyam, amma evlə bağlı məsələdə, çünki kiraya verdiyin pulu kreditə verərək ev sahibi ola bilərsən bir neçə ildən sonra və hər kəs ala bilər, yəni istisnasız. Çünki əgər işin varsa. Hələlik daha çox maraqlı məlumatlar ötə dostlar, takip atmağı və like etməyi unutmayın. Çünki videolarım çox adamın qabağına çıxmır son zamanlar. Hələlik.